Mən əvvəl deyim ki, biraz təəccübləndim, biraz da xoş əhval oldum ki, böyük dahimiz Şah İsmail'i yada düşüb. Bu məni doğrudan bilmirəm nə cür olub bu, amma çox unudulmuşdu. Baxmayırıq o heykəl qoyulandan sonra cemaat arasında Şah İsmail Xətai kimi tanınır. Şah İsmail o Xətai bilən bilmir ki o Şah İsmaildir, eyni şəxsiyyətdir. Mən əmin oldum ki Şah İsmail'i xalqımız pis tanıyır, tanımır ya da çox ona şübhə ilə yanaşır. Siz dediniz ki Şah İsmail haqqında mənim məsələ ürəyim dolu deyiş, bilmirəm nədən danışım. Onun üçün icazə verin elə o giriş söz bir gəlmə deyil. Buyurun. Yəni Şah İsmail'i mən Şah İsmail'də kimi görürəm? Bütün ömrümü mən Şah İsmail'i və Səfəvilər dövlətinin tarixini həsr eləmişim. Bu sayədə yazılarım var, bilən bilir, bilməyən bilmir. Şah İsmail'i mən hesab edirəm ki, bizim tariximizdə Azərbaycan, Azəri, Türki kimi, onu mən xüsusi vurğulayıram. Bir şəxsiyyət var ki, o da Şah İsmail'dir ki, bütün deməli Azərbaycan xalqımızın bütün o xüsusiyyətlərini, yəni birinci dövlətçilik, qəhrəmanlıq, mədəniyyət sahəsini, bir mədəni xadim kimi, şair kimi, bütün bu xüsusiyyətləri öz şəxsiyyətində təcəzzüm etdirir. Onun üçün bizim xalqımızın məncə birinci Şah İsmail, Xətai demirəm, Şah İsmail, Səfəvi, bu elə belə gəlməyib. Bu nəslin 300-400 il tarixi var. O başqa məsələ. Yəni bu şəxsiyyət Azərbaycan tarixində elə təsadüf şəxsiyyət deyil, onu demək istəyirəm. Eyni zamanda dahid. Və bizim deyəndə ki Şah İsmail gəlirlər, Şah İsmail yəni Azərbaycan Türkiye. Azərbaycan Türkiye yəni Şah İsmail. Bizi Şah İsmail'lə tanımalıdırlar.